4 ildir milli komandalarla işləyirəm və eyni səhvi dəfələrlə görürəm. Məşqçilər texnikanı mükəmməl öyrədir, amma idmançının beynində nə baş verdiyini tam olaraq bilmir. Birincisi, yarış təzyiqində idmançılarla necə davranacaqlarını tam olaraq bilmirlər. İkincisi, motivasiya problemləri zamanı ənənəvi yollardan istifadə olunsa da çox da nəticə əldə olunmur. Üçüncüsü isə emosional zəiflik zamanı durumu kontrol edə bilmirlər. Sizə beynəlxalq dərəcədə idmanda istifadə olunan və məşqçilərin hazırlığını yüksək səviyyəyə gətirəcək bir proqram hazırladıq. Mən Məmmədli Gülbəniz, milli komandanın idman psixoloqu. Dünya, Avropa və Paralimpiya oyunları da daxil olmaqla yüzlərlə idmançının idman psixologiyasına dəstək vermişəm. Azərbaycanda ilk dəfə məşqçilər üçün təşkil olunmuş idman psixologiyası kursuna start verdik. Proqram FIFA, APA və ISP metodologiyalarına əsaslanır. Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur.